Müəllimlər bizi xoş gördük, dəyərli şagirdlər, dəyərli müəllimlər. Təşəkkürümü bildirirəm, dəvəti qəbul edib qoşulmusunuz. Və biz bayaqları mən bildirdim Hacı hocaya. Bizim Azərbaycanda 6-cı sinif coğrafiya dərsliğində belə bir mövzu var. 23 Nisan Çocuklar Bayramı günü. Bu ilk olaraq Türkiyədə Mustafa Kemal Atatürk tərəfindən ölkə üçün Çocuklar Bayramı qeyd olunmuşdu. Daha sonra bu artıq dünya çapında qeyd olunmağa başlandı. Bizə çox maraqlı gəldi və mənim ağlıma gəldi ki, şagirdləri bununla daha yaxından tanış edək. Hətta orada qeyd olunmuşdu ki, çocuklar Türkiyəyə gəlirlər, oranın adət-ənənələri ilə tanış olurlar, yerlərlə tanış olurlar. Düşündüm ki, biz Türkiyəyə gedib çıxa bilmirik hazırda. Türkiyəyə getmək imkanımız yoxdur, amma Türkiyə şagirdləri ilə, məktəbi ilə, müəllimləri ilə görüş keçirə bilərik. Və ilk ağlıma gələn Hacı hoca oldu. Ona bildirdim, bizdə belə bir mövzu var dərslikdə, biz görüş keçirə bilərikmi? Çox sağ olsun, təşəkkür edirəm özünə ki, xoş qarşıladı və məmnuniyyətlə alınlar bildirdi və bunun üçün də lazım olan bütün tədbirləri gördü, əziyyət çəkdi. Həqiqətən də çox gördüm ki, araşdırma aparır, şagirdləri qoşub, suallar hazırlamışdı. Bizdə də şagirdlər qoşulublar. O qədər səbirsiz idilər ki, dünənləri bir yazıblar. Bəzi şagirdlər dünən biliblər. Dünən yazıblar mənə ki, müəllim, bizim təlimimiz var idi, bizim görüşümüz var idi Türkiyə ilə, necə oldu? Bu günləri 1 saat bundan əvvəl yazıblar. Siz posterdə 20:00 görüblər. Mənə yazıblar ki, müəllim, biz necə eləyək qoşulaq? Bütün şagirdlər mənim adımı etiketləyib qrupa yazıb ki, Faiq müəllim, xəbər gözləyirik sizdən, nə vaxt qoşuluruq? Belə çox səbirsizliklə gözləyirdilər. Mənə də çox xoş oldu həqiqətən də. Çoxdandır elə bizim layihələrimiz olmuşdu Hatice müəllimə ilə. Harasa bir 2 ildə bundan öncə, daha öncə çox maraqlı layihələr işləmişdik. Polşada, Almaniyadan, digər ölkələrdən də orada müəllimlər olmuşdu, şagirdlər olmuşdu. Çox maraqlı olmuşdu. Oradan yadda qalan müəllimlərdən olmuşdu Hacı hoca. Hazırda da onun davamı olaraq dedik ki, bunu elə keçirə bilərik. Hər birinizə təşəkkür edirəm ki, qoşulmusunuz. İnşallah çox gözəl, maraqlı bir proqram olacaq. Sizin üçün də yadda qalan olacaq, bizim üçün də. Çox sağ olun. Biz çok teşekkür ediyoruz. Türkiye'den sevgilerimizi gönderiyoruz. Faik muallimimi tanımaktan onur duydum. 2 güzel proje yaptık. Çok keyifliydi. Bugün yine birlikte buluşmaktan dolayı mutluyuz. Ancak değerli öğretmen arkadaşlarımız, sevgili öğrencilerimiz, dostlar, biz 2 kardeş ülkenin çocukları olarak aynı heyecanı paylaşıyoruz. Aynı mutluluğu paylaşıyoruz. Dünyada çocuklara tek olarak verilen bu güzel bayramda uluslararası anlamda daha da büyümesini diliyoruz. 2 ülke, kardeş ülkenin çocuklarının tanışmasını, bir araya gelmesini, sohbet etmesini, aynı heyecanı birlikte hissetmeyi diliyoruz. Bu anlamlı gün için Faik hocama teşekkür ediyorum. Atatürk'ü ve arkadaşlarını da saygıyla anıyoruz. Neden 23 Nisan'ı çocuklara armağan etmiş? Çünkü geleceğimiz sizsiniz. Cumhuriyet, demokratik bir yapı, özgürce düşünme ilkelerini içeren bir cumhuriyet yapısı siz çocuklarımız için, geleceğimiz için çok değerli. Bu değerlere sahip çıkmamız çok önemli. O nedenle biz genel olarak tanışma ve karşılıklı sorular sorma, birbirimizi tanıma dönemine geçeceğiz. Ama şimdi bu kadar konuşmanın ardından bir böyle meşgeyleyelim mi? Mikail hocamı çok bekletmeden kendisini de davet etmiştik. Başka bir planımız var mı? Estağfurullah hocam, tabii. Var mı Faik hocam? Müəllimə. Mikail hocama saz ve söz için izin versek. İzin verilib. Buyurun. Tamam. Hocam. Müsaadenizle. Çok sağ olun. Oo. Tam hazır geldi.
Biraz duvara paşa te te te. Meydan vermez Irak kaşa hey hey hey. Az kaldı ortamdan içe, az kaldı ortamdan içe. Ağam kim, paşam kim, hanım kim, nigar kim, 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 kim. Bir oğlu Mustafa Bey, bir beyin oğlu, zor beyin oğlu. Gizli oğlu Mustafa Bey, bir beyin oğlu, zor beyin oğlu. Harikasınız hocam. Teşekkür ediyoruz. Estağfurullah hocam, teşekkür ediyorum, sağ olun. Möhtəşəm. Saygılar. Təşəkkür edirik. Çox möhtəşəm. Estağfurullah. Bizdə də çox yaygın bir müzikdir bu. Dinlənilir. Evet, Kafkas, biliyorsunuz Kafkas'ta çok bilinen bir türkü. Eynən. Kars yöresi, zaten Kars coğrafi olarak siz daha iyi bilirsiniz Sayın Hocam. Sizin hakim olduğunuz bir konu. O bölgelerde bilinen bir eser tabii. Bu arada iki Yiğitleme, coğrafyacıyla kahramanlık bir görüşmüş oluyorsunuz. türküsü olarak geçiyor. Evet. Evet, evet. Faik hocam, sizin öğrencilerimizi kendilerini bir tanıtsalar, sonra bizimkiler tanıtsa, bir şöyle bir ekrana görünmüş olsalar. Mən Tamam. yuxarıdan adlarını çəkeyim. Uşaqlar, bir sizdə. Mən burada sizin qoşulduğunuz adla deyim. Çünki sizi buradan bir görmürəm. Aqil Əliyev, əldə Fatimədir. Fatimə, buyur səndən başlayaq, özü təqdim elə. Səsi aç, özü təqdim elə, sonra Salam, mənim adım Fatimədir. Mən Masallı rayon Mollabad kənd 6-cı sinif şagirdiyəm. Biz istəsəniz bizə suallar da verə bilərsiniz. Mən də sizə suallar vermək istəyirəm.